Herkese salam. Nasılsınız arkadaşlar? O mənim sözümdür. Necəsiz uşaqlar? İyi misiniz aşklarım? Deməli bugün makyaj eləyirik. Bu arada bugün tamamilə kimsə yapışdı orada yerə. Tamamilə fərqli bir fonda, çox gözəl bir məkanda 2 dənə Barbie. Mən ağ mələyim, o qara mələyim. Şeytan. 2 dənə Barbie'lər məkanındayıq. Şeytan özünsən. Deməli, saçımı birinci yığım, rahat danışa bilməyim üçün bir saniyə. Üzümə düşür, sinirləniyorum. Evet. Yaxşı oldu, məncə oldu. Mükəmməl. Deməli, bugün makyaj eləyəcəyik. Bugün fərqli bir məkanda sizin üçün video çəkmək istədim. Rabiş, bu dəfə hardayıq? Hardayıq? Love Cafe City. Cafe Love City'dəyik. Sahil metrosunun yanında yerləşən. Arkadaşlar, kaç gündür öyrənemiyorum bu ismi. Deməli, oyda nə qədər pomada gətirmişəm yanımda. Aşkım. Qıttığa düşmüşəmmişim. Pomada qıttığıymış. Deməli, uşaqlar, hələ bu da var. Məryəmdə olan pomadadır. Evet. Sənlə eyni olan pomadamızı hələ işlətməmişəm. Deməli, uşaqlar, Hələ bundan da. makyaj çantamın cicişliyinə bakar mısınız? Nə yazıb? Happy birthday. Happy birthday. Nəysə, boş ver. Deməli, üzümü nəmləndirərək başlamaq istəyirəm. Bugün Astaradan çıxdıq, Bakıya yola düşdük. Hal-hazırda Bakıdayıq. Yes. Yol boyu başımıza nələr gəldi. Yəni, əsas səhifənin qeybətini burada makyaj eləyə hər dəfə eləməyim şaka mı? Hər gün burada kameranı açıram, əsas səhifənin qeybətini burada qırıram. Deməli, yola çıxdıq, Astaradan çıxdıq yola Lənkərana. Lənkəranda yaşıllıq yola girdik ki, maraqlı yolla gələk. Uşaqlar, 3 dəfə ilan çıxdı qabağımıza, birini də bilmədən əzmiş bulunduq. Daha sonra Tısbağa, rəhmətə getmiş Tısbağa çıxdı qabağımıza. Dəhşət xoş xəbərlərlə bugün sizi qarşılamışam. Amma o Tısbağaya çox ürəyim yandı. Çünki çox cıqqlıydı, yəni əsl da onun boydaydı. Ağ eləmədə. Daha sonra bu arada üzümə günəş kremi vururam. Sonra bir dənə iti maşın vurmuş əyəqlərini. CeraVe'nin günəş kremidir. Çox qəşəng nəmləndirir üzü, həm də günəşdən qoruyur. 50 SPF-dir. Daha sonra yola davam elədik. Bir dənə diri heyvan tapdıq, tısbağa. Onun da üstünə zəllilər yapışmışdı. Qorxduq maşına almağa. Altı gətirirdi maşına. Əsad özünü öldürürdü. Nə olar götürək? Amma sonra həqiqətən necə əldə idi, nə? Və ondan da əlavə yola biraz da davam elədik. Yolda bir it gördük. Amma onu çox yazdığım gəldi. Ürəyimiz çox ağrıdı. Anı da değildi o. Tam bala değildi, ergənlik dövründəydi. Keçirəm gözaltı konsil. Adı nədir? Atın ikimiz də pensiyon atmışıq. Can, can deyəndə ayağı düzələcək. İkimiz bir maşın vurmuşdu o iti. Bu arada birinci göz makyajını eləyirəm. Sonra gözlərimin altını örtəcəm. Çünki göz makyajı eləyəndə far istər-istəməz simləri, biraz rəngi gözümün altına səpələnir. Əvvəlcədən gözümün altını ağardanda bunlar səpələnir, bir də ağartmalı oluram. Ona görə yöntəmimi dəyişmişəm. Amma qırmızı maşın İti gördük yolun ortasında. 2 dənə arxa ayağını maşın vurmuşdu. İflic qalmışdı. Çox pis olduq. Nəysə. Bu bərbad xəbərləri artıq bitirmək istəyirəm. Mənə güzgü lazımdır. Həm də o it yadımdadır, yuxumda da bəlkə onu gördüm. Yox, pozitiv şeylər gör yuxunda. Bu arada niyə kömək eləmədiniz falan deyənlər olacaq. Kömək elədi arxadakı maşın. Qabaqdakı maşın, aşkım. Qabağımızda gedən maşın saxladı, itə köməklik elədi. Ona görə biz də düşmədik. Amma həqiqətən çox ürəyimdə Allaha dua elədim. Ona mərhəmətli insan olub kömək eləyən birinin çıxmasını. Şaşırtır hep zaten. Qiymətini göstərsən. Vay dərkən atam anlısı. Yolda marojna yeyə, danışa, gülə, vəbşim gəldik çıxdıq. Bu arada gözümün üstünə dark chocolate rəngini vururam. Siz başa düşdünüz. Çünki Cafe Love City'dəyik. Burada Dubai şokolatı yemişik, sufle yemişik, waffle yemişik. Hamısı şokolatlı şeylər olub. İstədim makyajım da çikolata gibi olsun. Evet.
makyajıma devam ediyorum. Deməli, mən gözümün üstünə şokolad rəngi far vurdum. Gözümün diblərinə isə açıq simli bir far vuracağım ki, çox qarabatdağa dönməyim. Düzdür, bugün şeytan olmuşam bəzilərinin dilində. Biraz özümü mələk eləyəcəm açıq farla. Bu arada dostlar, Ofuş çox yaxşı biridir. Makyaj malzemələrinə çox yaxşı baxır. Hər makyaj malzeməsini qutuda saxlayır. Onu işlətməmişəm, ona görə saxlamışam qutuda. Bəsdir dalınca danışdım. Mən bax, dırnağım uzundur, gözümün dibinə sürtə bilmirəm bu farı. Dırnağım, barmağımı bir damcı belə buna batırıb, gözümün dibinə sürtdə bu ağ farı, nə olar? Sürtdün də aşkım. Yox, bax burasına. Hara batırım? Buna batır əli bir. Buna. Hə. Bundan. Hə, elə. Dırnağım uzundur həyatım. Ay, so. Gözüm çox vurdu, nə? Gözümün dibinə vur. Ay, sağ ol. Biraz indi onu başqa barmağınla yaydır. Aşağı yuxarı yox, içəri doğru ömrüm. Həbim gözə girər deyə. Yox, girməz. Kişi. Allah, nə günə qoydu gözümü. Əsnafdan öyrənmişəm bunu da. Yox, yaxşıdır. Afərin. O biri gözdə bunu birinci vurum bitirim. Joker qız olacaq. Biri mavi, biri kırmızı. Evet. Deməli, bundan sonra yeni bir akım başladıram bu arada. Bundan sonra videolarımıza yeni bir səs, yeni bir həvəs gətirəcəyik. Nə mənada? Bu arada yeni kabrom necədir uşaqlar? Müç. Əlim dəydi telefondan kameranı. Molades. Bunu telefonla çaşıb söndürdüm. Nəysə, yeni bir konsept başladıram makyaj videolarında. Bunun üçün siz mənə kömək eləməlisiniz. Deməli uşaqlar, başınıza gələn çox maraqlı hadisələri, qeyri-adi hadisələri Instagram adımı buralara bir yerə yazacağam. Instagramda mənə göndərirsiniz. Misal üçün, illər öncə başıma belə bir şey gəlmişdi, çox qorxmuşdum və yaxud da çox əsəbləşmişdim və mən bunları makyaj eləyə-eləyə danışacağam. Mənim izləyicilərimin çox maraqlı hekayələri var idi, o vaxt mənə yazırdılar. Sadəcə mən onları artıq itirmişəm. Mənə bu mövzuda köməklik edin. Amma hər yazanlar varsa onları da oxuya bilərsən. İşte oxuya bilmirəm də. Məni qaralamaq... Mən telefonda qalbissən baxaq. Yox, o etiraf idi aşkım. Bu, mən story deyirəm. Hekayə, öz yaşadığınız hekayələri bizlə bölüşün. Biz də onu makyaj eləyə-eləyə danışaq. Mənim özümə də maraqlıdır. Həm özüm qulaq asmaq istəyirəm, həm də danışmaq istəyirəm. Nəsə deyəcəydim? Hə, görmürəm insanların mənə yazdığı maraqlı hekayələri. Allah, bu nə zarafat idi. Deyirəm, görmürəm insanların mənə yazdığı... Yox, belə dedim, görmürəm, dedim, ay, nə oldu bunun gözünə? Bunu batır, vur gözümün dibinə, az danış. Hə, sən ağı batır. Deməli, gözüm hələ davam edir. Uşaqlar, belə olduğuna baxmayın, indi qəşəng olacaq birazdan. Hə, məni Instagramda qaralama kimi işlədirlər. Bilmirəm niyə uşaqlar. Şeydir, konkret bir dənə kütlə var, konkret bir... Gözümün altına düşmürsən aşkım, gözümün altı ten yeri deyil. Onu silirdim. Konkret bir kütlə var. Məni Instagramda qaralama kimi işlədirlər. Necə? İllərdir bu insanlar mənə dayanmadan bəyəndikləri, kayd eləmək istədikləri videoları atırlar. Anlamıram niyə mən? Türkiyədə bir YouTuber var, onun danışığını eşitdim. Deyir, Justin Bieber'a illərlə atmışam, mesaj atmışam, bəyəndiyim qızların videolarını atırdım. Axırda Justin Bieber mənə cavab yazdı, görək o boyda tanınmış bir vaxtların ulduzu. Deyir, mənə axırda cavab yazdı ki, dostum, mən evliyəm, sən niyə dayanmadan başqa qızların videolarını mənə atırsan? İndi axırda bezib mən də birinə yazacağım ki, mənim səhifəmi niyə qaralama kimi işlədirsiniz? Dayanmadan mənə Instagramda kayd etmə özəlliyi var bildiyim qədərilə. Misal üçün mən işlədirəm. Bəyəndiyim videoları kayd eləyirəm, hətta papkalara bölürəm. Misal üçün ev, mətbəx, uşaqlar, geyim kimi papkalar yaradıram və bəyəndiyim videoları kayd eləyirəm. Mən niyə qaralama kimi istədirsiniz səhifəmi Instagramda? Halalda da bir çıqaya. Əgər sizə qoymayı qoymayın. Əziyyət vermir çıqa özünə. İndi gözümün altına ağardıram. Göz makyajım bitmiş olur.
Bu arada Rəbişə bu don sizcə çox yaraşmır. Hə, söhbət hər dəfə fırlanır, dəyişirik. Ay Allah. Mənə başınıza gələn və yaxud da kiminsə başına gəldiyini eşitdiyiniz maraqlı hekayələri Instagramda yazıb oxuna biləcək şəkildə göndərirsiniz. Səs atmayın, yazın, xahiş edirəm. Səsləri açmıram. Mən hər gün bir izləyicimin mesajını görüb cavablandıracağam. Bütün videolarda təriflədiyim L'Oreal Parisin True Match gözaltısını işlədirəm. Bir vaxtlar Ofuş pomada qıtlığına düşmüşdü. Deməli, uşaqlar, bu 2 dəqiqədən bir başqa mövzu açır. Qıza danışdığım şeydən danışlar. Fikrim yayınır. 6 dənə pomada gətiribsən, xəbərin var? Bu lip balımdır. Hə, nə olsun? Bu bahalı yerlərə gedəndə vurduğum pomadadır. Bu özümü sadə aparmaq istəyəndə vurduğum pomadadır. Bu Məryəmlə eyni vurmaq üçün götürdüyüm pomadadır. Bu dodağım çatlayanda vurduğum pomadadır. Bu da mənim Kikomdur. Bu hər yerə gəlmək məcburidir. Sən xəbərin var ki, mən sizin Məryəmlə çəkdiyiniz videonu görmüşəm. Hansı videonu? Axırda mən nə çəkirsən Ofuş? Qulağına nə Neyini bu? Başa düşən oldu neynədiyini. Siz özünüz bildiniz o hansı videodan danışıram. Mən bir video çəkəcəm. Uşaqların üçü də o video olsunlar deyə, yəni özlərinin həlak eləyiblər ki, yalvarım o videoda məni çək. Şəhriyar bax da ora. Mən baxa bilmirəm. Deməli, fikrim yayındı. Deməli, uşaqlar, belə bir video çəkəcəm. Uşaqlardan biri məni bəzəyəcək. Amma bu arada göz makyajım necə oldu? Dibləri açıq simli, buraları tünd. İndi tuşla lap qəşəng olacaq. Hə, uşaqlardan biri məni makyaj eləyəcək. Mən heç nəyə qatışmayacağam. Həmin uşağın özü nə eləyəcək. O videonun üstündə davadır ki, yalvarıram mən çəkilim o videoyu, yalvarıram mən çəkilim. Həqiqətən, baxın, bir də hiləli olmasın, mən düşməsəm də olar. Bir də hiləli olmasın. Əsas o da haqqım yeyilməsin də, yəni. Hə. Çünki bax, axırda Məryəm deyir ki, Ofuşa qulağına, nə bilim mən İnan sən Qurana and olsun, mən Məryəmin nə dediyini başa düşməmişəm. O söylə pısıldı ki, adam heç başa düşmür. Hə, bir şey söyleyeyim. Sən ekrana bakan nə qədər gözəlsin qız. Mən deyirsən? Yox. Özünü deyirsən? Yox. Kimi deyirsən? Deyir, oradakiları. İndi keçirəm tuşa. Ağzımın qıraqlarını Amma sən də gözəlsən. Kapatdım. Gözümün altını kapatdım. Çox sağ ol, sən də gözəlsən. Gözümün üstünü də qəşəng bəzədim. İndi tuşumu vururam. Bu arada soruşacaqsınız ki, necə hələ də soruşanlar var çünki. Bu arada bir dənə bunu da göstərim, sonra davam edəcəm. O arada olmuşu bir arada. Baxın, maskaranın yeni vurulma yöntəmini öyrənmişəm. Əvvəl belə düz vururdum gözümə maskaranı, belə düppələm düz vurub gedirdim. İndi yeni bir yöntəm öyrənmişəm, kipriklərin bir-birinə yapışması deyə maskaranı baxın belə sağa sola eləyə kipriklərimə sürtürəm. Həm kipriklərim yapışmır, həm də qəşəng dəndən qalır. Hə, deməli bu arada. Hə, soruşacaqsınız ki, Ofeliya, niyə bu qədər makyaj əşyam var? Necə bu qədər makyaj əşyam var? Hər videoda ayrı bir makyaj əşyası göstərirəm. Bu makyaj əşyalarını kampaniya ilə almışam. 50% endirimlə. Yarısını stoklayır. Evet, yarısını da bilir. Bunu hər kəs bilir. Təzə ev üçün yarıslarını stoklamışam. Deməli, bütün makyaj əşyalarımı endirimlə əldə eləmişəm. Misal üçün, get iç gəl, mən də gətir gələndə. Misal üçün, bu makyaj əşyasını almışam. Yanında bu makyaj əşyası hədiyyə gəlib. Bu necə olub? Səhifəni buralara bir yerə qoyaram, yəqin ki. Glove Style kod səhifəsi var Instagramda. O səhifədə belə bir kampaniya var. 50 manatlıq məhsul alırsınız. Misal üçün, içinə sizə bir dənə belə pomada qoyurlar, bir dənə belə pomada qoyurlar, bir dənə belə tuş qoyurlar. Siz deyirsiniz ki, mənə tuş lazımdır, nə bilim, tonalini lazımdır, highlighter lazımdır. Sizin istəklərinizi qoyurlar 50 manatlıq. Ödəyirsiniz 50 manat. Üstünə bir 50 manatlıq da hədiyyə qoyub göndərirlər. Bu kampaniya sayəsində makyaj əşyalarımı 2 qat artırmışam və makyaj masamı yeniləmişəm. Siz də o kampaniyadan o səhifəyə yazaraq
faydalana bilərsiniz. İndi bu gözümə maskara vururam. Gəldim. Xoş gəldin. Mənə də su gətir, xahiş edirəm. Aşkım, əlimi istəkanlara atdım, bu düşdü. Nə düşdü? Hə, yox, gətir. Deməli, uşaqlar, tuşu vururam gözümə. Keçirik. Yeni bir ayda qıya bilmədiyim bir məhsul var. Onu bu videoda işlədəcəm. Artıq qıyacam özümə bunu işlətməyi. Çünki evdə 3 dənə var indi. Üçün də ağzını açmamışam. Qulaqlarınızı tutun. Birinin ağzını açıb işlətmək lazımdır. Evet. Maskaramı da vurdum. Necə oldu göz makyajım? Mükəmməl. Bəyəndin? Çox sağ ol həyatım. Mən çox bəyəndim. Bu belə tünd tonlarda göz makyajını çox sevirəm. Xüsusilə ağ tenli qızlara çox yaraşdığını düşünürəm. Rabiyəm mən gətirdiyi suya baxın bir dənə. Yox, qızın əl dolu idi, tuta bilməyəcəkdi. Əlimi 2 dənə istəkan atdım ki, özüm üçün görün nə gətirmiş. İçməmisən sən? İçdim. Evet, indi az qalsın dırnağım Aşkım girdi. Dırnağım Charlotte Tilbury'nin highlighterına batdı. Aşkım, bir dənə pomadanı metqalamışam, prosta onu bilmirəm nə edeyim. Necə yəni metqalamısan? Yəni sürtmək üçün metqalamışam. Qaşlarımı sabitləyirəm oturduğun yerdə. Catrice'in yeni bir qaş sabitləyicisini almışam və işlətməmiş istəmədim sizlə bölüşüm. Çox razı qaldım uşaqlar. Gün qətiyyən qabıqlandırmadı qaşlarımı və baxın mənim qaşlarım rahat oturmur yerinə. Fırçası o qədər yumuşaq, o qədər qəşəngdir ki, qaşlarımı çox qəşəng sabitlədi. Axşam evə gələnə qədər qaşlarım yerindən tərpənmədi. Heç bu qaş jelindən heç bu performansı gözləmirdim. Çünki münasib qiymətli idi. Şoka düşdüm də yəni. Deyin görə bizə hansı yaşlar baxır? Yorumlarda yazın. Yazmırlar. Neçə dəfə demişəm yazmırlar. Amma ya da mən görmürəm. Baxın, yaşlarınızı yazdınız, ya mən baxıram kommentlər, görməmişim yaş. Yaşlarınızı yazın, yanına yazmayın. 80, 100, nə bilim 1, 2, belə yazın. Bizə həqiqətən maraqlıdır yaşlarını. Uşaqlar görün qaşlarımı necə gözəl sabitlədi. Bir dənə nə olar buna baxın. Ay, çox xoşum gəldi bax. Necə qoyuram elə qalır qaşlarım. Çox xoşum gəldi. Yapamazsın. Yapamazsın. Ay da görün necə qəşəng. Bax axşama qədər, hara qədər qoydum, ora qədər qaşlarım belə qalacaq. Çox superdir yəni. Catrice'in bu qaş jeli. Lash Brow. Əgər yaxşı qaş jeli axtarırsınızsa, baxın bunu çox məsləhət görürəm. İndi keçirik. Highlighter vurmayım. Nə highlighter nədir? Highlighter'a axırda qərar verərəm. Highlighter deyildi. Bu highlighter'dır. Vurdum da. Vurmamışam onu. Aha, kimsə girdi divara. Deməli, MAC-ın 75 manata aldığım bu əslində allıq kimi keçir, üz qızardan kimi. Amma mən bunu bronzer kimi işlətmək üçün almışam. Evdə məndə başqa 2 dənə də rəngi var. Dəhşətli dərəcədə işlətməyə qıymıram. İşlədim, işlətməyim. Aşkım, sən də işlətmə, saxla termobil üstündə. Sonra da qalsın elə. İşlət. Fırça gətirməmişəm, prosto yanımda. Barmağım vardı, Allah həlimə etmir. Açıram. Evet, o muhteşem. Qarşınızda İsmail YK. Evet. Deməli, bunun bir özəlliyi var, uşaqlar. Amma eləməyəcəm. Bunu basanda belə əlinizlə plastilin kimi əzilir. Hə. Amma eləməyəcəm, qıymıram. Amma belə bir çox maraqlı özəlliyi var. Amma 75 manat allıqa verib sonra onu plastilin kimi əzməyi bilməm. Əz aşkım. Məncə bunu heç kəs eləməz. İlk dəfə sizlə bir yerdə yoxlayıram. Əzirsən? Yox, birinci əlimdə yoxlayacağam. Əsəcəbdən bu əz. Arkadaşlar, bu göründüyü rəngi vermir. Çox qəşəng rəng verir bu. Buna bax, necə zərli. Zər verir. Zər verir, hə. Göründüyü rəngi vermir, baxın. Bir saniyə. Siz görürsünüz, baxın. Çox qəşəng qızıl kahve tonu var. Çox xoşum gəldi bundan. Yaxşı ki, bu rəngini açmışam. Çox pigmentli görsənirdi məhsulun üstündən.
Amma asla elə deyilmiş. Bunu heç bronzer kimi yox, elə highlighter allıq kimi işlətmək yarayır. Bilirsən nə almaq istəyirəm bu fuş? Nə? Mən buz kraliçasıyam axı. Hə. Buz kraliçası olan sep almaq istəyirəm. Yəni üstündə qar dənəci olsun. Ayda, mən əgər bir allıq olsaydım, hər halda bu olardım. Narahat eləməyəcək dərəcədə təbii. Sözü qulaq asma tərsin. Nə almaq istəyirsən özvə? Bu fırça ilə uygulanmalıdır, bu əllə uygulana bilmir. Əlimdə qalır bütün məhsul. Əzdə, bəlkə o əzəndə rəngi gəlir. Yox, onu bana heç bir güc yaptıramaz. Bəlkə əzəndə rəngi gəlir. Yox, yapamam. Yapma. Hə, süngərlə görsə daha rahat uygulana Bir bilir dəqiqə hale gəldi. Evet. Çox qəşəng rəngi var, çox xoşum gəldi bunun rəngindən. Bu arada qəşəng oldu, bilmirəm, bilinir məncə. Mən buradan görürəm şəxsən üzümdəki. Bilinir, bax gör. Nə? Allıqım. Məncə bilinir. Videoda yəni görürəm mən bunu. Çox qəşəngdir, çox təbii rəngi var. Bayıldım. Bunun məndə qırmızı və baxın daldakı Barbie rəngi var. Onları da növbəti videolarda yoxlayarıq. Çox bəyəndim, tıkladım. Amma kutusuna geri böyle. Yeni açdığım məhsulları qutusundan çıxartmağı qıya bilmirəm niyəsə. Şimdi son etaplara gəldik. Dodağımın ortasına Dior'un bu lip balmını vuracağım. Çünki dodağımın ortası dəhşət qurudu bu dəqiqə. Sırf ortasına vuracağım. Baxın. Pamadan vuranda çat-çat qalmasın. Mən o fuşu niyə sürtmürsən axı? Rəng partlayacaq axı. Nəyi sürtmürəm? Mən bu pamadanı çox mərak edirəm. MAC'ın bunun necə tələffüz olunduğunu bilmirəm. WHIRL karandaşından dodağımı çərçivələyirəm. Royal neydi o pamadandı? Royal Paris. L'Oreal Paris. Ha. Royal. Ne? Nerede? Bu arada uşaqlar, son zamanlarda ən çox izlədiyiniz dizi hansıdır? Mən Eşref Rüyaya baxıram. O da heç tərzim olmayan bir serial idi. Yəni qıraqdan elə görünürdü. Prosta TikTokda o qədər edit elədilər ki Eşref Rüyaya. Qızılcıq şərbətinin bölümlərini bitirdiyim üçün keçdim ona baxmağa. Qızılcıq şərbətinə illərdir baxıram. İllərdir. Əsəb ollam oradakı qıza. Nə oldu? Pəmbəyə əsəb olurdu. Pəmbə öldü. Pəmbə öldü, Nur Səməyə əsəb ollam. Qızılcıq şərbəti, Uzaq şəhər və Eşref Rüyaya baxıram. Əgər aralarında puanlamaq zorunda olsaydım serialları, Qızılcıq şərbəti ilə İllərin hatırı var. Yəni onu qoyardım birinci yerə, ikinci yerə Eşref Rüya, Uzaq şəhəri keçdi mənim üçün. Üçüncü yerə də Uzaq şəhəri qoyardım. Qızılcıq şərbəti mənim Amma məncə sahibsizlər. Xəyanət, sahibsizlər də Eşref Rüya kimi heç diqqətimi çəkmir. Amma bilirəm ki, baxsam bəyənəcəm. Çox bəyənəcəm. Dodağımı konturladım. Makyajım bu dəqiqə o qədər ürəyimcə gedir. Maşallah, göz dəyməsin. Çəkilməz. Kardeşlərimə oxşuyur. Bir növ hep sahibsizi kardeşlərim kimi. Allıqı çox vuranda deyirsən, çox vurmuşam. Az vuranda da, hə, baxın, hardadır, görün, baxın. Var da yenə. Var da üzümdə. Görsən də, qəşəngdir rəngi, hə? O qırmızılardansa bu qəşəngdir. Qəfət də bu, hə? Evet. Qəşəng. Şimdi gəldik zurnanın zırt dediyi yerə. Bunu mu vurum? L'Oreal Paris'in bu zər bombasını mı vurum? Fenty Beauty'dən Təbii ki bunu vur aşkım. Mən Məryəmlə eyni olmalı heç qətiyyən qoya bilmirəm. Fenty Beauty'dən yeni aldığım şokolad rənginə yaxın olan Fenty Glow. Çox qəşəng bir glossdur. Çox möhtəşəmdir. Bunu mu vurum? Kiko'nun 31 nömrəsini mi vurum? Ha, bunu vur. Bunu mu vurum? Diamond Plumper'ı mı vurum? Yoxsa MAC'ın bu Diamond Plumper. Əslində bu makyajda gözüm simlidir, yanağım simlidir, dodağım sadə olmalıdır ki, çox gözə batmasın. Aşkım, day tın tın tın. Day tın 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 bundan getməyəcək. Gedəcək. Onu da sən vurmuşsan verməm. Yaxşı, gözünü yum. Əsbəşdirməyəm mənə. Yum gözünü. Ya elə yox. Yaxşı, əlimdə qərarlaşdırdım. Hansını vurum? Seç əlindən. Tez ol.
Bunu. Seç vaxt gedir. Yox da əlimdə deyirlər. Seçmişəm fikrimdə. Həm də deyiləm, mən tiksiz. Gerizekalı. Tez ol, ülə. Üzüyle qəşin qaldı. Bu. İndi gəl o biri. Allah'ın olsun bunu yəni əvvəlcədən qoymuşdum, cığalçıq eləmədim. Bunun adı var məndə. MAC-ın bu neçə nömrədir bu? Candy Box. Ən sevdiyim simsiz pomadam ola bilər. Uşaqlar çox qəşəng pomadadır. Dodağı şüşə kimi parıldadır da, yəni zərsiz pomada axtarırsınızsa mütləq bunu alın. Çox qəşəngdir də, yəni. Xonçalıq yığan qızlar var, ha, xonça yığan qızlar. Mütləq alın bunu. Kocişinizə hava atarsınız. Çox qəşəngdir. Mən bunu axın rənginə. İndi belə qalmayacaq, vururam. Çox xoşum gəlir də ondan, çox. Ama sırtı kocişinizə hava atsınız ki, bax mən də olsun deyirdim. Evet. Heç nə demirəm. Zərsiz pomadadır. Kalite yağır bu pomadadan. Çərçivələmişəm. Kocişin əsəbləşdirdiyi üçün məndə niyə yoxdur? Kocişim, bax bəndə MAC var. Çox qəşəng deyil. Dodağı şüşə kimi göstərir. Parıldatmadan bunu bacarır. Zərsiz bir şəkildə, yəni. Nəysə. Makyajım bitdi. Kaş yanımda parfüm gətir. Şaka yapıyorum. Gətirsəydim. Bugün istifadə elədiyim məhsullar CeraVe'nin günəş kremi və nəmləndiricisi. Nə yapayım? L'Oreal Paris'in True Match konsilleri. Şaka yapıyorum. Catrice'in Mocha Ten paleti. Bu da mənim Yalan söylüyor. ən çox sevdiyim ten paletidir. İçində ən kullanışlı rənglər var. Hansı ki ən çox insana lazım olan rənglərdir. Ne söylüyorsun kız sen? MAC'ın So Natural rəngi Sonicral yanaqlarımda. MAC'ın Viral karandaşı və bu MAC videosu oldu. MAC'ın bu glossu və Essence'in bu tuşu ilə Catrice'in bu sabitləyicisi. Bütün bu göstərdiyim məhsulları Instagramda Glow Style kod səhifəsindən əldə eləyə bilərsiniz. Bir şey diyebilirim. Dostlar siz bunu deyin. Annem kurt adam, babam vampir. Sizin ve sen nesin? Kumpir. Teşekkür ederim aşkım. Demeseydim ben dilim yok idi. Mən bunun adını nə makyaj qoyuram? Buğulu makyaj qoyuram. Buğulu makyaj. Buğulu. Buğulu. Elə bil ki, Bığlı. buğulama pişirmişsən, buğ çıxır. Şaka, əlaqəsi yox. Şaka yapıyor kız. Korkma. Çox bəyəndim. Makyajım o qədər ürəyimcə oldu. Restorana girəndə, yəni nə gündə girmişdim, çıxanda çox forsuz çıxacam. Dostlar, kodişinizə hava atışı bu pomada da məndə var, səndə yoxdur. Tabronla da makyajım bu arada çox qəşəng gedir, fikir verin. Nəysə, bitdi makyajımız bu qədər. Instagramda hekayələrinizi gözləyəcəm. Bu arada hal-hazırda olduğumuz Cafe Love City restoranında sizlərlə görüş keçirməyi planlaşdırırıq. May ayının hansı günü olacaq onu dəqiq bilmirəm. Onu sizə əsas səhifəmizdə bildirəcəyik. Amma please gelin. Tamam. Bizi seviyorsanız gelin. Bir dənə Bakıda sahil. Bu nə danışır mən bilmirəm. Bu özü üçün Aşkım mənim dünya başqadır, sənin dünyan başqadır. Niyə sən bütün dünyavı mənə baxa-baxa yaratmırsan? Yaratıyorum. Necə ayrı olur bizim dünyalarımız? Ayrılıyor işte, evren değişiyor. Sən dəyişiyor ola bilirsin, evren deyil. Nəysə, Zarafat bir qırağa Instagramda hekayələrinizi gözləyəcəm. Bizim bu yaxınlarda görüşümüz olacaq. Onun tarixini sizə deyəcəm. Növbəti makyajım çilək makyajı olsun, yoxsa... Çiləksiz makyaj olsun. Yoxsa çilək makyajı, yoxsa... Altı makyaj olsun. Bu zarafatları ilə bu videoda devam edəcəm. Yox, seçmək aşkım, seçmən demisən. Çilək makyajı, altı makyaj. Nəysə, özüm seçərəm. Okay, amma siz yenə də yorumlarda nə makyajı gəlsin yazarsınız. Evet. Videonu bəyəndirsə kanala abunə olub, like atıb, Yorum yazmayı unutmayın. Maçı.